Salam, bugün 2025-ci il dim test toplusundan ətraflı yazıcılı tələb olunan tapşırıqlar işləyəcək. Bölmə olaraq oksid əsas turşu duz bölməsini işləyirik. Birinci sualla başlayaq. Deməli, kütləsi 10 qram olan dəmir lövhə. Burada bunu qrupda da müzakirə etmişdik. Yəni, kütləsi 10 qram dəmir heç vaxt yəni ki, azalmanı və yaxud da ki, buradakı məhuldakı bu kuprum SO4 ilə yəni tamamilə reaksiya girə bilməz. Yəni lövhə qalmaz ortada. Ona görə də 10 qram azdır. Biz bunu düzdür 2 qram artımı nəzərə alaraq bunu 20, bunu da 22 olaraq götürək. Buna əsasən işləyək. Tutaq ki, kütləsi 20 qram olan dəmir lövhə 240 qram 20% miski sülfat məhlulunda müəyyən müddət saxlanılır. Ferium üstəgəl kuprum SO4 buradan kuprumu sıxışdırıb çıxardır və dəmir keçib məhlula. İndi görürük ki, kütlədə 2 qram artım var. Kütlədə çünki əvvəl 20 qram idi dəmir lövhənin kütləsi, sonrası lövhənin kütləsi olub 22 qram. Yəni 2 qram artım başı. Lövhədəki artım da metalların ayrıları arasındakı fərqi əsasən müəyyənləşir. 56-dan 64-ə gələndə 8 qram artım baş verir. Yəni 56 qram dəmir reaksiyada istifadə olunsa, bu zaman 8 artım baş verməlidir. Bəs 2 artım baş veribsə, nə qədər dəmir reaksiyaya daxil olub? Buradan hesablamanı aparsaq, 7 vur 2, 14 qram dəmir istifadə olunmalıdır. Ona görə deyirdik ki, yəni 10 qram dəmirin olması, lövhənin olması, yəni burada mümkün deyil. Ona görə biz bunu hər ehtimal 20 ilə işləyirik. Deməli, indi lövhə üzərinə çökən misin kütləsini hesablayaq. Artımı əsasən hesablaya bilərik. Məsələn, 8 artım olanda 64 qram lövhəyə mis çökürsə, 2 artımda nə qədər mis çökmüş olacaq? Buradan hesablayaq. 8, 2, 16 qram mis çökmüş olur. Bu birinci sualın cavabı. Məhlulda qalan miski sülfatın kütləsini hesablayın. Deməli, görək əvvəl nə qədər idi? 240-ı vururduq 20-yə, böldük 100-ə. 240 bölünsün 5. 240 böl 5. Bu da edir 48 qram. 48 qram kuprum SO4 var imiş lap əvvəl. İndi nə qədər reaksiya daxil olub? Baxaq. Deməli, 8 artım olanda, ancaq artımla işləyək. 8 artımda 160 qram kuprum SO4 reaksiya daxil olursa, 2 artımda nə qədər daxil olacaq? Buradan Z bərabərdir 40 qram. Deməli, 40 qram kuprum SO4 sərf olunubsa, onda 48 çıxılsın 40 bərabərdir 8 qram kuprum SO4 də artıq sistemdə, məhlulda yəni qalmış olur. Ona görə də uyğun cavab olaraq birincidə olur 16, ikincinin cavabı isə olur 8. Əgər təbii ki, dəmirin kütləsini düzəltmiş olarsaq. Keçdik növbəti ikinci suala. Misk hidroksidin termiki parçalanma reaksiyası. Kuprum OH2, buradan alınır kuprum oksid və su. Reaksiya birin birə nisbətində gedir. Deməli ki, bu B qram parçalanan kuprum hidroksidin, yəni götürülən miqdarıdır. 3 qram isə artıq qalıb. Və bu reaksiya nəticəsində biri 4 qram, biri də A qram olmaqla 2 kütlə alınır. Təbii ki, bu normalda 80-dir, bu 18-dir. Ona görə kütləsi daha çox olan uyğun gəlir kuprum oksidə. Bəs görək bu zaman su nə qədər alınır? 80-ə 18 isə də 4-ə də X-dir. 18-i vururuq 4-ə. 72, bunu da 80-ə böləndə edir 0,9. Bu A-nın qiymətini tapdıq 0,9. Bu birincidir. Daha sonra B-ni hesablayırıq. Görək nə qədəri sərf olunur. Kuprum hidroksid normalda MR 98-dir. Yəni, məsəl üçün götürək ki, kuprum oksid 80 alınanda 98 sərf olunursa, 4 deməli, 4 qram alınanda da nə qədəri sərf olunacaq? Buradan sərf olunan miqdarını tapaq. 98-i vururuq 4-ə bölürük 80-ə. Bu da eləyir 4,9.
4,9 qram reaksiyada istifadə olunub. Görürük ki, 3 qramı da artıq qalıb. Onda B bərabərdir 4,9 üstə gəl 3. Bu da eləyəcək 7,9. Yəni bu da oldu ikincinin cavabı, yəni B-nin cavabı. Keçdik növbəti 3-cü sualımıza. Ekvivalentli metalın duzlarıdır. Sulfat, sulfid. Bu birinci olacaq metal SO4, ikinci metal SO3, növbəti də metal S. Çünki ekvivalentlidir. Və nisbi molekul kütlələri arasındakı fərqə baxaq. Metal bizə fərq vermir. Hər birində bir dənə metal var. Kükürt bizə fərq vermir. Hərəsində bir kükürt var. Amma buradakı oksigenin kütləsi 64 qram, burada 48 qram, burada isə ümumiyyətlə oksigen qalmayıbdır. Deməli, bizə deyək ki, X və Y hesablayın. Əgər A-nı 64 olaraq qəbul edirəmsə, çünki nisbi molekul kütləsi də el olmalıdır. Yəni 64 daha doğrusu plus metal plus kükürdün kütləsi olmalıdır. Yəni yerdə qalan fərqi olaraq 64-dürsə, bunlar arasındakı fərq bir oksigen atomu qədərdir. Yəni onda növbətiyə də 16 qram əskik yazmalıyam. Yəni X bərabər olmalıdır 16. Və bu birisi isə 64-dən 64 qram əskikdir. Ona görə də Y ilə 64-ə bərabər olur ki, bu sıfıra ala bilək. Və beləcə X-in də Y-in də qiymətlərini müəyyənləşdirmiş olduq. Bu birincinin cavabı, bu da ikinci. Keçdik 4-cü sualımıza. Deyək ki, eyni kütləli natrium hidroksid və H-brom arasında baş verən reaksiya. Ümumiyyətlə, natrium hidroksid plus H-brom alınır natrium bromid plus su. Və bizə deyək ki, 2 mol natrium brom əmələ gəlir. Bu 2 moldursa, onda reaksiya hamısı birin birədir də. Bu da 2 mol, 2 moldur. Baxıram ki, bu 80 qram reaksiya daxil olub. Bu isə 162 qram reaksiya daxil olub. Onda mən eyni kütlədə götürəndə bunların hər ikisini 162 götürürəm və bunun 80-i reaksiya daxil olur. Bunun isə tamamı sərf olunur, çünki deyək tamam sərf olunur və buradan 82 qram artıq qalmış olur. Yəni artıq qalan maddəmiz hansı oldu? 82 qram natrium hidroksid. Artıq qalan maddə budur, kütləsi də budur. Elə birincinin də, ikincinin də cavabını vermiş olduq. Növbəti 5-ci sualda alüminium xloridin mol miqdarının kalium hidroksidin mol miqdarına asılılıq qrafiki verilib. Birinci 1 və 5 nöqtələrində alüminium xlorid və kalium hidroksid məhlulları arasında gedən reaksiya tənliklərini yazın. Birinci 1-i yazaq. Əgər 1 mol nisbətində götürülərlərsə, alüminium xlor 3 üstə gəl kalium OH. Təbii ki, bir dənə kalium xlorun biri ilə gedir və əvəzinə OH verir. Kalium OH xlor 2 plus kalium xlor. Bu birincinin reaksiyası. Bir də 5-cinin reaksiyasına baxaq. Alüminium xlor 3 üstə gəl kalium OH. Görək hansı nisbətlərdə götürülüb. 2 mol alüminium xlorid, 6 mol da kalium hidroksid. Yəni 1-in 3-ə nisbətində. 1-in 3-ə nisbətlidirsə, buradan 2 mol alüminium hidroksid əmələ gələcək və deməli kalium xlor neçə mol olacaq? 6 mol. Düzdürmü? 6 mol da kalium xlor əmələ gəlmiş olacaq. Bu da reaksiyanı yazdıq, əmsallaşdırdıq. Reaksiya tənliklərini tərtib etmiş olduq. Keçdik növbəti 6-cı sualımıza. Biraz böyüdək. Sink sulfat məhluluna natrium hidroksidi əlavə olunub. Sink SO4 birinci qabda gedən prosesdir. Plus natrium hidroksid. Deməli, sink sulfatın üzərinə natrium hidroksid əlavə edəndə burada əvvəlcə təbii ki, çöküntü əmələ gələcək. Sink OH2 çöküntüsü və natrium sulfat da duz, normal duz olaraq ayrılır. Daha sonra üzərinə alınan məhlul təzədən natrium hidroksid və xlorid turşusu əlavə eləmişik. Deməli, ikinci qabda alınan sink hidroksid amfoter oksid olduğuna görə təzədən qələvi məhlul ilə reaksiya gedəcək
və buradan əmələ gələcək natrium sinkat və su ayrılacaq. 2 OH var, burada 2 yazaq, burada. Sonra üçüncüdə isə üzərinə H-xlor əlavə eləmişik. Yəni sink hidroksid, üzərinə gəldi H-xlor və buradan da sink xlorid plus su əmələ gəlir. Buradan da 2-ni yazırıq. Bu da oldu bizim deməli bir dəqiqə sink OH2 deməli bura 2 yazsaq sink xlor 2 2 düzəldi. İndi reaksiya əmsallarını yazdıq, əmsallaşdırdıq. 1, 2 və 3-cü qablarda baş verən reaksiya tənliklərini istəyir. Cavab da yuxarıdakı kimi. Keçdik 7-ci suala. 28 qram dəmir xlorid turşusuna əlavə olunub. H-xlor üstəgəl dəmir. Biz bilirik ki, turşu məhluluna əlavə olunan metal əgər reaksiya daxil olursa, oradan hidrogen çıxardacaq duru turşularda və çıxan hidrogen metalın valentliyin yarısı qədər olur, mol miqdarı olaraq. Deməli, xlorid turşusuna dəmir reaksiyasında dəmir 2 valentlik göstərir və 56 qram dəmir reaksiya daxil olanda buradan 2 qram azalma baş verir. Onda 28 qramda isə təbii ki 1 qram azalma baş verəcək. Yəni, mən bura 28 əlavə eləsəm, bunun 1 qramı uçur və yerdə qabımız 27 qram ağırlaşmış olur. Ferium oksidin üzərinə H-xlor gələndə isə burada xüsusi bir reaksiya getmədiyinə görə və yaxud da ki artım xüsusi bir azalma, çıxan qaz falan yoxdur deyə əlavə etdiyim ferium oksid elə xlorid turşusu məhlulunda əlavə olunan miqdar qədər də qalır. Ona görə də əgər burada 27 artım baş veribsə, deməli ki mən də bura x qram, yəni 27 qram ferium oksid əlavə etməliyəm. Ferium oksidin də kütləsi olacaq 27. Bu da yəqin ki ikincinin cavabı. Keçdik növbəti 8-ci sualımıza. Termiki parçalanan maddəmiz maqnezium karbonatdır. Maqnezium karbonat parçalandı maqnezium oksidə və karbon qazına. Reaksiyadan alınan maddənin yəqin ki tam parçalanmadan söhbət gedir. Deməli m qram karbon qazı, m-8 qram da maqnezium oksid alınıb. Biz görürük ki normalda bu 44'dür. Bunun da kütləsi deməli 24, 16, bu da 40'dır. Yəni 1 molunda 4 qram fərq var. Burada isə 8 qram fərq var. Onda buradan belə çıxır ki 2 moldur. Yəni M 88'ə bərabərdir. M 88 isə onda maqnezium oksid də 80 olur. Və reaksiya tənliyini yazdıq və M-i də hesablamış olduq. Keçdik 9-cu sualımıza. Deməli amoniak qazı keçirilir. Buradan da kuprum oksid var qabın içərisində və qızdırılır. Kuprum oksid plus amoniak. Deməli, buradan alınır mis, azot və su. Və indi əmsallaşdırsaq, 2 dənə azot var, amoniaka 2 mol yazaq. Daha sonra 6'dırsa, burada 3 yazaq, 3 oksigen var, bura 3, burada 3. Əmsallaşmanı tamamladıq. İndi deyir ki, reaksiya tənliyini yazın, əmsallaşdırın. Bu birincinin cavabı idi. Bərk qalığın kütləsi 96 qram azalsa, bərk qalıq budur. Kuprum oksiddən kupruma gedib, yəni reaksiya əmsallarına görə 3 oksigen atomu qədər, yəni 48 qram azalma var. Əgər 48 qram azalma varsa, X yəni çıxan azot qazını göstərir kütlə olaraq. 28 qram azot qazı çıxmış olur. Əgər 96 azalma olarsa, onda olacaq X. Buradan da X-i hesablasaq 56 qrama bərabər olur. Bu da ikincinin cavabı. Növbəti 10-cu sualımızda görürük ki, qabın içərisində kalium xlorid var və həmin kalium xlorid qızdırılaraq üzərinə qatı sulfat, qatı deməyək də sulfat turşusu əlavə olunur. Zaten qatı olmalıdır ki, oradan xloridi çıxarda bilsin. Deməli, buradan da reaksiya nəticəsində alınacaq kalium sulfat və H-xlor.
İndi bura 2, burada 2 yazırıq, əmsallaşdırdıq. Və bizə nə deyir? Deyir ki, m qram H-xlor alınıb, əlavə olunan sülfat isə M+75-dir. Görürük ki, bu normalda 98-dir. 2 mol H-xlordakı 36,5-ə 2-yə vuranda bu da 73-dür. Yəni bunların kütlə arasındakı fərq 25-dir. 1 molunda 25 qram fərq varsa, burada da 75 fərq var axı. Onda A molunda 75 fərq olacaq. Deməli, buradan tapıram ki, A bərabərdir 3 mol. Yəni 3 mol sülfat turşusu götürülüb, 6 mol da H-xlor alınıb. İndi görə bizdən nə istəyir? Deyir, reaksiyadan normal duz alınarsa, reaksiya tənliyi yazın, əmsallaşdırın və M-i hesablayın. Yəni 6 mol H-xlorun kütləsidir və yaxud da ki 3 mol sülfatın əsasən M+75-ə bərabər eləyib hesablaya bilərik. Deməli, bu 3 moldursa, bu da 6 moldur və 73 vurulsun, deməli 3, bu da M-in kütləsidir, bir dənə hesablayaq, 73 vur 3, bu da deyəcək 219 qram. Yəni, ikincinin də cavabı olur bu şəkildə. Bu birinci, bu ikinci. Keçdik növbəti 11-ci sualımıza. Burada da eyni tip bir şeydir. Sadəcə burada turş duzu alınır. Bizə deyir ki, kalium nitrat m qram, üzərinə də H2SO4 əlavə eləmişik. Turş duzu alınırsa, kalium HSO4 plus nitrat. Deməli, burada isə göstərilib artıq qat olduğu. Deməli, kalium nitrat m qramdır, sülfat m-9 qramdır. Və bizə nə deyir? Reaksiya tənliyini yazın və M-i hesablayın. Normalda kalium nitratı hesablasaq, 62 plus 39 bölü 101 qram. Bu da 98 qram. Çünki reaksiya birin-birə nisbətdə gedir. 101-dən 198 isə M-dən də M-9-dur. Belə tənasüblə də yazmaq olar, ya da aralarındakı fərqə əsasən. Yəni 1 mol kalium nitrat götürüləndə aralarında 3 qram fərq var. 1 mol deyəndə, yəni 101 qram götürək də. 101 qram kalium nitrat götürüləndə 3 qram fərq varsa, M qram götürüləndə də 9 qram fərqdir. Buradan da 3 mol götürüldüyünü görürük. Yəni M bərabər olur 303 qrama. Deməli, birincini yazdıq, əmsallaşdırdıq. Bu da ikincinin cavabı.